Görün uşaqlara nə öyrədirlər, balaca sinif balalara baxın. Baxın. Adı Heydər, soyadı Əliyev, atasının adı Əliqan, anasının adı İzzət xanım, doğum tarihi. Gör uşaqları nə təralladırlar. Heydər Əliyevin anası satanik olurlar, deyirlər İzzətdir. Buna bax, doğum tarihi nə deyirlər? Doğum tarihi. Deyirlər 23-cü ildə Heydər Əliyev doğulub, amma yalan deyirlər 21-ci ildə doğulub. Yaşını azaldıb, sümük vərəmi yazdırıb ki, 2-ci Dünya müharibəsinə getməsin. Görün müharibə uzanır, vərəm xəstəsi kimi sümük vərəmi yazıblar. Gizdin, ermənilər kömək edib, yazıblar. Şamiyan kömək edib. Doğulduğu yer. Naxçıvanda doğulmayıbdır, Tanatan, Ermənistanda Tanatan kəndində doğulubdur. Doğum tarihi. Həyat yoldaşı. Bu müəllimin gündəyməz yerindən kotlet eləyəcəm, kotlet. O kotleti də yedizdirəcəm təhsil nazirinə.